Salam uşaqlar. Deməli, növbəti 153-cü kvizlə Məhəmməd Qarakişiyevin kitabından 153-cü kvizlə testimizə davam edirik uşaqlar. Deməli, sınavımızın izahına başlayıram birinci sualla. Birinci sualımızda deyir, choose the correct variant, yəni düzgün variantı seçin. Deməli, bu definition testidir. Baxırıq ki, çünki sözlər verilib, deməli, definition testidir. Bunlarda ancaq bizim söz bilgimiz bizim köməyimizə çatacaq. Baxırıq, deməli, annoying nədir? Qıcıqlandırıcı, exhausted, tükənmiş, yorulmuş, freezing də dondurucu, soyuq, yəni. A bəndində making you feel a little angry, səni biraz acıqlı edən, yəni neyniyən, qıcıqlandıran. Bir A bəndinə gedəcək. Very tired, çox yorğun, yəni nə? Tükənmiş, yəni exhausted. İkini yaxşı yazaq, bir dəqiqə. Aha, çox yorğun, yəni very tired, exhausted. Extremely cold, həddən artıq soyuq, yəni freezing, bu da 3 olacaq. Rəqəmləri düz yazaq. Aha, 3 olacaq. Deməli, 1A, 2B, 3C. Doğru cavab A bəndi oldu. Növbəti testimizə baxırıq. Deməli, choose the correct tense form, düzgün zaman formasını tapırıq. Deməli, düzgün zaman formasını tapmaq üçün dedim uşaqlar, bu tip cümlələrimizdə zaman uzlaşmasına fikir verəcəyik. Baxırıq, zaman uzlaşmasında ikinci tərəf bütöv cümlədir. Bütöv cümlə bizə nə isə bir işarət verməlidir. İkinci cümlədə baxıram, baxın, had var. Had hansı zamandadır? Keçmiş zamandadır. Deməli, keçmişlə indiki zamanı mən əlaqələndirə bilmirəm. Ona görə elə bax, əlimin altında B var, B-ni çıxıram. Is getting var, C-ni çıxıram. Doesn't get up var, onu çıxıram. Qalır got up, o da keçmiş zamandır. Didn't get up, o da keçmiş zamandır. Deməli, cümlənin tərcüməsinə baxacağım. İkinci cümləyə baxın. Because he had an important exam. Onun vacib bir imtahanı var idi. Onda səhər tezdən durar, yoxsa durmaz? Təbii ki, durar da. Didn't get up olmaz. İmtahanımız onda tezdən duracaq. Ona görə doğru cavab olacaq D bəndi. Üçüncü sualımıza baxırıq. Choose the correct adjective deyir. Düzgün adjektivi seçmək lazımdır. Uşaqlar, baxırıq bizə burada. Baxıram ki, aha, cümləmizdə bir işarət var. Biz bilirik ki, sifətin dərəcələrini öyrənəndə müəyyən sözlər var idi, müəyyən bağlayıcılar var idi. Onlarla bilirdik ki, hansı dərəcə sifəti işlədəcəyik. Burada mənə işarət verən I have ever been, you have ever been, I have ever been. Bu tip sözlər özünü deməli üstünlük dərəcəsi istəyir, tələb eləyir. Üstünlük dərəcəsi istəyirsə A bəndi more, sonra E bəndi very beautiful adi dərəcədir. B bəndində as bilirik adi dərəcəyə birləşir. Qalırıq C ilə D arasında. D-yə baxıram uşaqlar. Burada li var. Biz li nəyin şəkilçisidir? Zərfin şəkilçisidir. Üstəlik də zərflə versəm üstünlük dərəcəsini heç Z ilə də verə bilmərəm. Ümumiyyətlə D bəndə səhvdir. Doğru cavabım olacaq the most beautiful. Which is the most beautiful place you have ever been to? İndiyə qədər olduğun ən gözəl yer hansıdır? Bəli, doğru cavab C bəndə olacaq. Dördüncü sualına davam edirik uşaqlar. Deməli, baxıram ki, make-up sentence tipli cümlədir. Deməli, nə edirik? Cümlə qururuq. Cümlə qurmaq qaydasında uşaqlar, ən birinci sizə deyim, keçən dəfə demişdim, biz əslində cümlə qurmaq deyəndə, bax, bu swapped qaydasını yadımızda saxlayacaq. İngilis dilində cümlə quranda, bax, bu quruluşu yadımızda saxlayacaq. Swapped qaydası nədir? Yəni ki, bir dəqiqə, aha, subject, mübtəda, verb, xəbər, object, tamamlıq, place, yer zərfi, time, zaman zərfi. Bax, bu quruluşu bilsəniz və bu quruluşla sizin üçün cümlə qurmaq çox asan olacaq. Yəni, bilirsiniz də, müxtəlif dillərin quruluşu. Məsələn, bizim öz dilimizdə feili, xəbəri çox axırda deyirik. Məsələn, mən alma yeyirəm. Görürsünüz, yeyirəm axırda oldu. Amma həmin cümləni ingilisinə çevirəndə mən yeyirəm almanı bu tipdə olur. Yəni, mübtəda, xəbər, tamamlıq quruluşunu heç vaxt yadınızdan çıxartmayın. Təbii ki, söhbət nəqli cümlələrdən gedir. İndi, baxıram görüm, bu tiplilərdə əgər nəqli cümlə alınmırsa, sonra siz sual cümləsi formasında qoyursunuz cümlənizi. İndi, burada bilirəm sual cümləsi olmaz. Çünki reads var. Reads olan do, does, köməkçi feil yoxdur deyə bilirəm. Burada sual cümləsi ola bilməz. To be-li olan cümlələrdə bəzən o nəqli cümlə alınmayanda sual cümləsi formasında da görürsünüz ki, variantda nəqli cümlə qoydunuz, düzgündür, amma alınmadı. Onda sual formasında da yoxlayın. İndi, baxıram bura. Baxın, gözümə dəyən nədir? Əvvəlcə subject, verb, object quruluşuna baxıram. Subjectim nədir? Tom. Tom nə edir? Oxuyur. Nəyi oxuyur? His newspaper.
His newspaper. Tom oxuyur öz qəzetini. Baxın, burada həftənin gününü görürəm. Tuesday. Biz bilirik ki, tərkibində day olanlar həftənin günləri nə ilə işlənirdi? On Tuesday. Deməli 4-5 yanaşı gəlməlidir, düzdür? Baxaq görə variantlarımızda 4-5 yanaşı gəlməyənləri çıxacam. Baxın, A-da var 4-5, B-də də var, C-də də var. Amma D-də yoxdur. Bunu çıxdım. E-də də yoxdur. Araya başqa rəqəm girib çıxdım. Sonra baxıram, cümləm nə ilə başlamalıdır? Tomla başlayacaq. Tom reads. 2-1 ilə başlayacaq. 2-1 ilə başlayacaq. Ona görə də 2-1. A bəndində 2-1, 1-2 deyir. Ona görə səhvdir. Sonra 2-1 ilə başlayıb B ilə C. Aha, 2-1 oxuyur. Nəyi oxuyur? His newspaper. 2-1, 3-7. 2-1, 3-7 də C-də də yoxdur. Doğru cavabım oldu B bəndi. 5-ci sualda baxırıq. Uşaqlar, deməli, choose the correct variant deyir. Düzgün variantı seçin deyir. Burada baxırıq, pozitiv case-ə aid tapşırıqdır. Pozitiv case-ə aid tapşırıqdırsa, baxırıq uşaqlar. Baxın, 5 deyirsə, days cəmdə olmalıydı. 5-ə görə day təkdə verə bilmərəm. Elə olsa səhv olardı. Days, bəli, cəm isimlərin də yəli hal tək apostrofla düzəlirdi. Ona görə bir düzdür. İkinciyə baxıram. The woman's dress. Biz demişdik ki, cəmlənərkən kökündən dəyişən isimlər bu formada S qəbul eləmir. Nə yəlik halda, nə ümumiyyətcə cəmlənəndə. Ona görə bu səhvdir. İkincisi səhvdir. Üçüncüyə baxıram. The children's abilities kökündən dəyişən isimdə apostrof S ilə düzəlib. Bəli, doğrudur. Teacher's advice ikinci S artıqdır. Tək apostrof olmalıydı. Yəlik hal tək apostrofla düzəlməliydi. Ona görə bu da səhvdir. Doğru cavabım 1, 3 E bəndi. 6-cı suala baxırıq. 6-cı sualda deyir, düzgün zaman formasını seçin. Deməli, baxıram, düzgün zaman formasını seçin deyir. Deməli, indiyə qədər testlərdə baxırdınız, bir tərəfini sizə işarət verirdi. Burada verməyib. Deyir ki, hər ikisini özün tap. Biz bu tipli testlərdə nə edirik? Variantlara göz gəzdirirəm. Görüm zamanların uzlaşması hansında pozulub. Baxıram, A bəndində are getting var, həm də came var. İndiki davam edici, həm də past simple. Qətiyyən bir yerdə yola gedə bilməz. Onu çıxıram. Sonra baxıram. Qalanları qalır. Sonra bir də baxıram. İkinci tərəfdə winter tək isimdir. Tək isimdirsə bilirik ki, tək isimlərin xəbəri üçüncü şəxsin təkində present simple-da S-lə olur. S-lə olursa, E bəndində ikinci tərəf come'dır. Comes olmalıydı. Ona görə onu çıxıram. Sonra baxıram. Aha, indi baxıram. Deyir ki, qış gələndə, qış gəldiyinə görə, əz burada görə mənasıdır. Qış gəldiyinə görə günlər qısalırmı, qısalmırmı? Niyə qısalmır ki? Qış gələndə günlərimiz qısalır da. Ona görə qısalmır, don't get'i pozuram. Ona were getting ümumiyyətlə keçmiş zamandadır. Ola bilər də, amma mənaca da uyğun gəlmir. Ona görə də o da getdi. Doğru cavabım C bəndidir. Həm də ki, bu tip testlərdə uşaqlar təbiət hadisələridir, təsdiq olunmuş faktlardır. Bunlar elə əsasən present simple-da verilir adətən. Ona görə də doğru cavabımız oldu C bəndi. 7-ci testimizlə davam edirik. Uşaqlar, 7-ci testimizdə deyir, choose the correct pronoun. Düzgün əvəzliyi seçək. Baxaq görək, I saw his aunt at the party. Mən onun xalasını partidə gördüm. But I didn't talk to. Mən burada işarət verirəm, bir to var. To nədir? Söz önüdür. Söz öndən sonra biz demişik ki, feillərdən və söz önlərindən sonra obyekt əvəzliyi axtaracam. She getdi, his getdi, hers getdi, him qaldı, her qaldı. Baxıram indi. Burada deyir ki, mən onun partidə xalasını gördüm, ancaq onunla danışmadım. O nəyə istinad eləyir burada? Təbii ki, xalaya istinad eləyir. Xalaya istinad eləyirsə, kişi cinsində də götürməyəcəm, qadın cinsində D bəndi olacaq. Yəni, onunla danışmadım. Doğru cavab D bəndi. 8-ci suala baxırıq. Yenə də düzgün zaman formasını seç deyir. Baxıram, yenə burada görürsünüz uşaqlar, hər iki tərəfini boş buraxıb. Boş buraxıb deyə, bu deyir ki, yəni hər ikisini siz uzlaşdırın. Düzgün uzlaşma qaydasını sizə öyrətmək məqsədi güdür bu testlər. Əvvəlcədən sizə deyim ki, burada bir when var. When olan tərəfi biz demişik ki, ya present simple, ya past simple da olacaq. Yəni, o yüzdən baxıram variantlara, ikinci tərəfdə won't drink, will not drink deməkdir də, onu çıxacam. Bax, bu C bəndində ikinci tərəfə görə onu çıxacam. Sonra baxıram. Baxın, E bəndində drank var, həm də get var. Drank keçmiş zamanda, get indiki zamanda. Ona görə onu da çıxıram. Sonra baxıram, 2 dənə variant arasında qaldım. A, D. Heç düşünməyə dəyməz. Burada da bir instinct var. Instinct də inkar istəyir deyə
Bu D bəndində işlətmərəm. A bəndi olacaq doğru cavabım. İndi gəlin yerinə qoyaq görək həqiqətənmi doğrudur. Baxın, daha doğrusu we get thirsty when we don't drink anything. Biz heç nə içməyəndə susuz oluruq, düzdür də? Biz heç nə içməyəndə susuz oluruq. Doğru cavabımız A bəndidir. 9-a baxırıq. 9-da deyir ki, deməli, burada uşaqlar biz nəyə baxacağıq? Burada həm işarət verir mən, həm də ova z-yə. Bu ikisindən işləyəcəyik. Bilirik mən tək isimdir deyə. Bax, A işlənə bilməz. Biz demişdik ingilis dilində sayılan tək isimlər heç nəsiz işlənə bilməz. Ya qarşısında an artikli olmalıdır, ya z olmalıdır. Heç nəsiz işlədə bilmərik. Baxıram mən tək deyə elə zizi də çıxıram. Qalıram bu variantlar arasında. Sonra görürəm ki, ova z-yə var. Ova z-yə bizdən nə tələb eləyirdi? Dət tələb eləyirdi. Baxın, ziz var. Zisi çıxıram, eni də çıxıram. Baxın uşaqlar, burada doğru cavabımız B bəndi. İndi sual ola bilər ki, axı müəllimə burada dət yoxdur. Bilin ki, bu z əslində dətlə, belə deyim də, qohumdular, qardaşdılar. Bir-birini əvəz eləyə bilirlər. Elə bilin ki, dət z-nin ulu babasıdır. Yəni bir-birini əvəz eləyir. Doğru deyirəm ki, sizin hafizənizdə qalsın. Bu cəhətdən z bəndi uyğun olacaq. Yerinə qoyaq. Who is the man over there with black hair? Orada qara saçlı olan adam kimdir? Oradakı qara saçlı olan adam kimdir? Yəni işarət verir də, əlinlə göstərir. Biz Z artiklını nə cür işlədirdik? Deyirdik ki, dəqiq bildiyimiz şeylərlə, dəqiq göstərdiyimiz, bildiyimiz əşyalarla, bildiyimiz məfhumların qarşısında Z işlədəcəyik. Yəni ilk dəfə danışdığımız isimlərin qarşısında deyil. Burada da işarət verir də, hansı o. Ona görə də burada dəti Z əvəz eləyə bilər. 10-cu testimizə baxırıq. 10-cu testimizdə deməli 9 izah elədik, ona baxırıq. 10-cu testimizdə deməli burada uşaqlar, bu tip testlərdə keçən dəfə də demişdik ki, ikinci cümlə B variantındakı cümləyə baxacağam. I went to a restaurant. Mən restorana getdim. İndi burada nə soruşar ki, sən dünən hara getdin olar da, düzdür? Niyə getdin? Nə vaxt getdin? Ümumiyyətlə kim heç ora qoymaq olmur, düzgün olmur. Who did you go yesterday with olsaydı, hə düz olardı ki, kiminlə getdin. Sonra what, bu da yenə uyğun gəlmir. Hara getdin deyir. Ona görə də doğru cavab A bəndi olacaq. Sonra 11-də baxırıq. Choose the correct modal verb deyir. Düzgün modal feili seçirik. Baxaq görək. The weather is cold. Hava soyuqdur. You leave the window open when you sleep. Sən yatanda pəncərəni açıq qoya bilərsənmi, bilməzsənmi? İndi ona baxırıq. Bilməlisənmi? Variantlara göz gəzdirirəm ki, deməli mübtədam nədir? You'dur. You'dur deyə baxıram ki, can, have to. Burada E bəndində aren't able to olsaydı düz olardı. Ona görə də bu getdi. Sonra uşaqlar, baxın, əgər sizə test verilib, həmin variantlarda həm must, həm də have to verilibsə, onların ikisində çıxırsan. Demək ki, onların heç biri deyil. Çıxırsınız ki, çünki onlar mənaca eynidir. Düzdür, qrammatik cəhətdən eynidir, mənaca cüzi bir fərqləri var. Amma yəni bu variantların gördünüz ki, iki dənəsi də var, ikisini də çıxırsınız. Yəni onların heç biri deyil. İndi baxıram shouldn't yoxsa can. Deyir ki, hava soyuq olanda, yatanda biz pəncərəni açıq qoya bilirik, yoxsa qoymamalıyıq. Gərək ki, qoymayaq. Ona görə C bəndi də deyil. Doğru cavabım A bəndidir. Yəni ki, məsləhət eləyir ki, hava soyuq olanda pəncərəni açıq qoyub yatma. Yəni yatarkən. Sonra 12-yə baxırıq. 12-yə baxırıq. Last year I didn't attend. Nöqtə isim gəlir. İsim gəlirsə, deməli burada baxıram. İsim gəlsə, variantlara baxıram. Burada törəmələrdən sonra isim gəlməz, onu çıxacam. Burada didn't var deyə ikinci inkar ola bilməz, onu çıxacam. İnkar cümləsidir deyə sam işlətmərik. Doğru cavabımız C bəndi. Sam inkar cümlələrdə işlənə bilər, amma bu tiplərdə yox. Məsələn, some people don't like tea və s. bu tipdə işlənə bilir. Amma burada inkar cümləsi deyə elə rahat enini qoya bilirik. Növbəti testimiz 13-cü testdə isə deyir ki, deməli, how creative. Burada deməli uşaqlar, nida cümləsidir. Bilirik, nida cümləsi how ilə və ya what ilə başlaya bilər. How olan cümlələrdə sifət zərf və mübtəda xəbər olmalıdır quruluşu və z artiklından da istifadə etmək lazımdır. Bir də burada mənə işarət verirəm. Bax, bu are-dır. Bax, buna diqqət eləyin ki, bu are sizə nəyi verir? Yəni ki, seçdiyin isim cəmdə olmalıdır. Baxın, birinci A bəndində the girls olsaydı düz olardı. Girl-dur deyə are-la verə bilmirəm, getdi. E nədir, men nədir? Bu ümumiyyətlə səhvdir, getdi. Sonra baxıram, əndir, o da ardı olmaz, tək daxil olmaz.
Sonra baxıram pupil cəmdir, ideas da cəmdir. Bəs niyə pupil götürə bilmirəm? Çünki bunun bir dənə z'si çatmır. Z'si olsaydı e bəndini götürərdim. Ona görə doğru cavabım oldu C bəndi. 153-cü testin də sonuna gəldik, çatdıq uşaqlar. Suallarınızı R bölməsində gözləyəcəm. Hələlik.